İslamın bize öğrettiği en büyük derslerden biri Allah'ın Settarul uyub olmasıdır. Yani Allah eyibləri örtəndir. Amma əfsuslar olsun ki, insanlar nəinki əmin olduğu məsələlərdə, hətta əmin olmadığı məsələlərdə belə rahatlıqla danışa bilir, başqalarının eyiblərini başqalarının yanında asa bilirlər. Bu məqamda Həzrəti Əli əleyhissalamın kəlamı bizlərə böyük bir dərs verir. O özünü sahabələrinə tutaraq bildirir. Haqla batilin arasında dörd barmaq var. Sahabələri ondan bunun mənasını soruşduqda isə o əlini gözü ilə qulağının arasına qoyaraq belə buyurur. Gözümüzlə gördüyümüz haqq, qulağımızla eşitdiyimiz batildir. Bizim əksər hallarda qulağımızla eşitdiklərimiz yalan və batil sözlərdir. Amma gözümüzlə gördüyümüz isə haqdır. Amma bu o demək deyil ki, biz hər gördüyümüzü başqalarının yanında danışmalı, həmin şəxsin eybini açmalıyıq. İslam dininin bizə öyrətdiyi ən böyük dərslərdən biri budur ki, başqalarına qarşı həmişə hüsnü zəndə olmalıyıq. Yəni ona qarşı yaxşı zəndə olmalıyıq. Onun haqqında pis sözlər deməməliyik. Əli əleyhissalam başqa bir kəlamında belə buyurur. Axşam bir qardaşını günah edərkən gördünsə, səhər ona günahkar gözü ilə baxma. Gecə ilə səhər arasında tövbə edər və sənin xəbərin olmaz. Günaha düşmüş olarsan. Biz bacardığımız qədər dostlarımız, qardaşlarımız və yoldaşlarımız haqqında xoş söz söyləməli, onlar haqqında xoş düşüncədə olmalıyıq. Allah sizlərdən dünya və axirətdə razı olsun.